Amerika dünyada hegemon olmaq üçün Avrasiya məkanında birinci olmalıdır. Bu, Amerikanın xarici siyasətinin o strategiyasının əsas məqamlarından biri, əsas xətlərindən biridir. Və ona görə də, baxın, İran nə ölkədir? İran indi ərazicə böyük bir ölkədir, təbii ki. İran dünyada neft yataqlarının həcminə görə, yəni neft ehtiyatlarının həcminə görə dünyada demək Venezuela və Səudiyyə Ərəbistanından sonra 3-cüdür, 208 milyard barel neft ehtiyatları var. İran Rusiyadan sonra dünyada qaz ehtiyatlarına görə ikinci yerdədir. 34 trilyon kubmetr qaz ehtiyatları var. Nə deməkdir bu? Bu birisi nə deməkdir? Amerika əgər hegemon olmaq istəyirsə dünyada, bu resurslara çıxış əldə etməlidir. Yəni, Amerikanın müharibəsinin qayəsi budur. Trumpın müharibəsinin qayəsi budur. Mən belə görürəm və belə də səsləndirirəm fikirlərimi. Düzdür, İsrailin dərdi bir başqadır. Çünki yaxındadır, əlçatandır. Onun məhv olunmasına çağırışlar edilir. Hətta nüvə silahı əldə edəriksə birinci onu İsrailə tətbiq edəcəyik kimi çağırışlar qulaqlarımızda səslənir. Və ona görə İsraillə bağlı məsələ başqadır. Amerikanın yanaşımı bir başqadır. İsrailə kömək etmək müttəfiqidir, yaxınıdır. Bu məsələnin bir tərəfidirsə, bir üzüdürsə, digər üzü, bax, dediyim bu resurslardır. Dünyada neft ehtiyatlarına görə 3-cü yerdə 208 milyard barel neft və qaz ehtiyatlarına görə 34 trilyon kubmetr qaz ehtiyatları dünyada ikinci Rusiyadan sonra bu böyük bir resurslardır. Yəni, buna nəzarət hər hansı bir formada ələ keçirilərsə, bu praktik olaraq Avrasiya məkanında Amerika üçün həll edici bir nəticə olar. Həll edici bir nəticə olar.